Quş bürcü 25 iyul 2026-cı il. Demək olar ki, bütün faydalı işlər üçün əlverişli gündür. Görəcəyiniz bəzi işlərin nəticəsi təkcə sizə deyil, yaxınlarınıza da toxuna bilər. Son vaxtlar hansısa layihə üzərində ciddi çalışan qoçlar əməklərinin ilk bəhrəsini görəcək və doğru yol seçdiklərini anlayacaq. Bunu vaxtında əldə edilən pul, görülən işə görə mükafat və ya avans da təsdiqləyəcək. Vəsaitinizi ağıllıca idarə edəcək, hətta onu artırmağın yolunu tapacaqsınız. Vacib mövzuların müzakirəsi də faydalı olacaq. Bu söhbətlər həm sizə, həm yaxınlarınıza aid ola bilər. Dostunuzun iş tapmasına köməklik etmək fürsəti düşə bilər və ya əksinə, tanış bilişlərdən biri sizi perspektivli bir layihəyə dəvət edə bilər. Boğa bürcü 25 iyul 2026-cı il. Vaxtı boşuna sərf etməyin. Günün birinci yarısında ulduzlar sizin tərəfinizdə olacaq və bundan tam yararlanmaq lazımdır. Uzun müddətdir həll oluna bilməyən, qarışıq məsələləri nizama sala, əvvəllər təkliflərinizə şübhə ilə baxan bir insanla razılığa gələ bilərsiniz. Bugün həmin şəxs fikrini dəyişməyə hazır olacaq. İş axtaran yeni tərəfdaş tapmaq və ya öz işini genişləndirmək istəyən boğalar üçün münasib mühit bugün yaranacaq. Gəlirlərinizin yaxın vaxtda artacağını, peşəkar mövqeyinizin güclənəcəyini vəd edən bir təklif ala bilərsiniz. Pul daxil olmaları da istisna deyil. İlk məbləğ o qədər böyük olmasa da doğru addımlar atsanız tezliklə qazancınızı əhəmiyyətli dərəcədə yüksəltmə imkanı yaranacaq. Əkizlər bürcü 25 iyul 2026-cı il. Diqqət tələb edən işlərdən yayınıb xırda məsələlərlə məşğul olmaq riski var. Bəzi əkizlər başqalarının sözlərini, bəxtsiz təsadüfləri və ya zarafatları həddindən artıq ürəyinə salacaq. Halbuki başqa vaxt bunlara əhəmiyyət verməzdi. Bu, əhval-ruhiyyənizi poza, yaradıcılıq tələb edən işdə uğur qazanmağınıza əngəl ola bilər. Həmkarlarla kiçik anlaşılmazlıq və gərginlik də mümkündür. Ümumən vəziyyəti yumşalda biləcəksiniz, amma müəyyən narazılıq qalacaq. Yaxınlarla ünsiyyət də rahat keçəcək. Onlar narahatlığınızın kökünü dərhal anlamayacaq. Hisslərinizi ifadə etməyə çalışın. Ancaq hər kəsin sizə dəstək verəcəyinə güvənməyin. Bu vəziyyətdə küsmək doğru yol deyil. Xərçəng bürcü 25 iyul 2026-cı il. Gün olduqca yaxşı başlayacaq, xüsusən mühüm danışıqları və gələcəyə təsir edə biləcək iş görüşlərini səhərə planlayanlar üçün. Həm yeni tanışlarla, həm də daha əvvəl ünsiyyət qurduğunuz, lakin ortaq dil tapa bilmədiyiniz insanlarda müsbət təəssürat yaradacaqsınız. Cəsarətli planlarının nüfuzlu birinin diqqətini çəkə gözləmədiyiniz bir dəstək qazanmanıza səbəb ola bilər. Maliyyə məsələlərini həll etmək üçün də yaxşı bir gündür. Xüsusən həm sizə, həm də yaxınlarınıza aid vacib qərarlar söz mövzusudursa, ciddi məbləğdə pul gələ bilər, ancaq alış-verişə tələsməyin. Bugün xərcləməkdənsə yığmaq daha zərfəlidir. Əmanətinizi artırmaq fürsəti çıxarsa, mütləq dəyərləndirin. Bu, maliyyə imkanlarınızı genişləndirən ilk addım olacaq. Şir bürcü 25 iyul 2026-cı il. İş əhvalına düşmək çətin olacaq. Ancaq asan qazanc arzulayacaqsınız, amma ulduzlar bugün bunu təmin etmir. Zəhmət çəkib mükafatını görmək mümkündür, lakin bir çox şir adətən daha tənbəl olacaq. Hər şeyi sabaha saxlamaq istəyi güclənəcək. Nəticədə zəif nəticə əldə edə, hətta əliboş qala bilərsiniz. Özünüzü işə həvəsləndirin, hərəkətə tez başlayın. Belə etsəniz, hədəflərinizə çatmaq, səhvlərdən qaçmaq, planlarınızı genişləndirmək şansınız yüksələcək. Maliyyə məsələlərini tələsik həll etməyin. Xüsusən başqasının pulu və ya krediti vəsaitindən istifadə edirsinizsə, pul sanki əlinizdən sürüşüb gedəcək. Spontan xərcdən çəkinmək çətinləşəcək. İmkanınız varsa alış-verişi başqa günə saxlayın. Əks halda gözəl görünsə də əslində lazımsız və baha bir şeyi ala bilərsiniz. Sonradan onu satmaq da asan olmayacaq. Qız bürcü 25 iyul 2026-cı il. Bugün adətinizdən daha həssas olacaqsınız və bu təkcə başqalarına deyil, sizi də şaşırdacaq. Normalda əhəmiyyətsiz saydığınız bəzi anlar bu dəfə sizi ciddi qıcıqlandıra bilər. Baş verənlərə soyuqqanlıqla yanaşmaq gözlənilmədən çətin gələcək. Buna baxmayaraq, hisslərinizi cilovlamağa çalışın və onların təsiri ilə vacib qərarlar verməyin. Özünüzə biraz vaxt ayırın. Vəziyyəti sakitcə gözdən keçirin. Ona münasibətinizi, hansı imkanların olduğunu və ya imkanlardan həqiqətən yararlanmağa hazır olub olmadığınızı müəyyənləşdirin. Tərəzi bürcü 25 iyul 2026-cı il. Tələsməsəniz və nəticənin dərhal gəlməsini gözləməsəniz, gün həm xoş, həm də səmərəli keçəcək. Bir çox işi ilk cəhdə tamamlamaq mümkün olmayacaq. Onlara sonradan bəlkə bir neçə dəfə qayıtmalı olacaqsınız. Buna sakit yanaşın. Başqalarının sizdən necə tez nəticə əldə etdiyini gördükdə əsəbləşməyin. Bugün ən uğurlu insan siz olmasanız da ümumilikdə ulduzlar sizin tərəfinizdədir. Buna görə ciddi narahatlığa əsas yoxdur.
Əqrəb bürcü 25 iyul 2026-cı il. Bugün gözəl fikirlər ağlınıza gələcək. Problem ondadır ki, əvvəlcə onlar heç kimin xoşuna gəlməyə bilər. Bu, kiçik mübahisələrə səbəb ola bilər. Ancaq siz başqalarının fikrini çox ciddiyə almayacaq, tezliklə planınızı icra etməyə başlayacaqsınız. Müttəfiq seçərkən içgüdünüzə etibar edin. O kimə əsl mənada güvənmək lazım olduğunu göstərəcək. İş sahəsində təşəbbüs göstərmək, təqdimat keçirmək və çıxış etmək üçün əla gündür. Sizi müxtəlif insanlar, o cümlədən nüfuzlu şəxslər diqqətlə dinləyəcək. Bir müddət sonra onlar sizə çox sərfəli əməkdaşlıq şərtləri təklif edə bilər. Yaxınlarınızla da mühüm razılığa gəlmək mümkün olacaq. Oxatan bürcü 25 iyul 2026-cı il. Gün mühüm hadisələr gətirəcək. Ümumilikdə müsbət olacaq, ancaq əsas çətinlik baş verənlərə hazır olmamağınızdır. Gələcəyə dair həyəcan, narahatlıq vəziyyəti düzgün qiymətləndirməyinizə yaranan fürsətləri görməyinizə mane ola bilər. Yanınızda onları kənardan izləyə bilən, düzgün məsləhət verə biləcək bir insanın olması çox faydalıdır. İçgüdünüz hansı tövsiyəni dinləməyin doğru olduğunu göstərəcək. Onun sayəsində ciddi səhvlərdən qaçacaq mümkün variantlar arasında ən əlverişlisini seçəcəksiniz. Oğlaq bürcü 25 iyul 2026-cı il. Bugün sakitliyinizi qorumaq həmişəkindən çətin olacaq. Bir çox oğlaq xırda məsələlərə görə əsəbləşəcək. İşlər arzuladığı kimi getmədikdə narahat olacaq və pis niyyəti olmayan insanlardan inciyəcək. Bəzi oğlaqlar kömək istəməkdənsə tək işləməyi seçəcək. Bu qərar işlərin gedişini biraz yavaşlatsa da, hazırda ehtiyac duyduğunuz sükunəti təmin edəcək. Dolça bürcü 25 iyul 2026-cı il. Nə qədər istəsəniz də risk etməyin. Bugün uğura aparan ən düzgün yol ehtiyatla və ardıcıl hərəkət etmək, hər adımın nəticəsini əvvəlcədən qiymətləndirmək və yalnız dəfələrlə sınaqdan çıxmış insanlara güvənməkdir. Az tanıdığınız insanlarla iş görürsünüzsə, gözləntilərinizin hamısının doğrulmayacağına hazır olun. Sizi məyus edəcək söz və hərəkətlərlə üzləşə bilərsiniz. Bundan başqa, anlaşılmazlıq ehtimalı da yüksəkdir. Balıqlar bürcü 25 iyul 2026-cı il. Xüsusən günün əvvəlində hər şey biraz çətin olacaq, amma öhdəsindən gələcəksiniz. Bunun üçün əsas şərt özünüzə inamı itirməmək, israrlı qalmaqdır. Yolunuzda ard-arda maneələr çıxsa belə planınızdan dönməyin. Bütün sınaqlara sinə gərmək gücünüzdəsiniz və bunun əvəzini gözlədiyinizdən böyük ola bilər. Üstəlik, yaxın gələcəkdə çox işinizə yarayacaq təcrübə qazanacaqsınız. Bu təcrübə səhvlərdən qorumağa, mürəkkəb anlarda doğru yolu seçməyə kömək edəcək. Bəzi balıqlar tezliklə etibarlı dostlarına çevriləcək insanlarla da tanış olacaqlar.